Hər kəsə salam və kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Ümid edirəm ki, artıq başa düşdünüz hansı video sizi gözləyir. Hamı yazmışdı. Əslində mən unutmuşam, amma mütləq mən yazıram. Bunu kiməsə görə eləmirəm, özümə görə eləyirəm. Çünki mənim özümə çox maraqlıdır. Ay ərzində nə qədər mən produkta pul xərcləyirəm, bizim evdə nə qədər rasxod olur, mənə çox maraqlıdır. Heç məcburiyyətində deyiləm. Bəziləri yazırlar ki, sizin yoldaşınız sizə yoxlayır, siz nə qədər pul xərcləyirsiniz, ayda sizə yəqin ki, qəpiyi verir, ona görə yazırsınız. Heç də elə deyil. Əslində yoldaşım deyir ki, yazma, sən neynirsən bunu yazıb. Mənə çox maraqlıdır. Mən özümə görə bunu eləyirəm. Bunu illərdir eləyirdim, dəftərə yazırdım. Sadəcə vloqda göstərmirdim. Sonra dedim, bəlkə kiməsə maraqlı olar, bəlkə kimsə istəyər həmən ayı hesab aparsın, görsün nə qədər pul xərclədi və ona görə sizə də göstərirəm. Yoxsa ki, bu məcburiyyətdə deyil. Bunu özüm eləyirəm. Mənə belə rahatdır, mənə belə yaxşıdır, xoşdur. Bəzilər yazırlar ki, sıxılırsınız, axırda havalanasınız, bunu eləməyin. Heç də narahat olmayın, havalanmayacağım. Bunu özüm eləyirəm. Əksinə mən bunu yazmayanda, hesablamayanda çox narahat oluram. Amma hesab aparanda onda rahat oluram. Belə, gəlin indi sizinlə birlikdə hesab aparaq. Əslində bu ay çoxdan eləməli idim. Sizə göstərməliydim nə qədər pul xərcləmişəm, amma unutmuşdum sizə göstərməyə. Özüm üçün hesab apardım və bildim nə qədər xərcləmişdim. Sadəcə dedim ki, sabah siz üçün vlog çəkərəm. Belə də uzandı. Artıq bugün aprel ayıdır. Mən bunu martın 21-i sizə göstərməli idim. Unutmuşam. Bayram idi deyə. Hamı evdə olmuşdu, tətildə idik və ona görə bu dəftəri unutmuşdum sizə göstərməyə. Sağ olsun bəzi qızlar, hansı ki bu videonu çox gözləyirlər. Onlar yadıma saldılar və mən istədim bugün sizə göstərim. Deməli, bu səhifəni mən artıq 2 yerə bölürəm. Çünki dəftərim artıq bitir. Bunu atmaq istəmirəm. Qoy yadigar qalsın. Belə dəftərləri mən saxlayıram. Mənə çox maraqlı olur. İllər üstündən keçir və görürəm ki, misal üçün keçən il falan ayda mən qat-qat az pul xərcləmişdim. Çünki gündən günə hər şey qalxır, produktların qiyməti qalxır və ona görə bunu saxlayıram. Deməli, fevral ayının 22-dən düz mart ayının 21-nə qədər hesab aparmışdım mən və mənimlə birlikdə aparan qızlar var. Artıq onlar da yavaş-yavaş mənə yazırlar, həmən ay nə qədər pul xərcləmişdilər və mən görürəm ki, bizim aramızda nə qədər fərq var. Heç qənaətçil deyilsiniz, sizə deyim. Siz daha çox pul xərcləyirsiniz, məndə elə deyil. Nəysə, gəlin baxaq. Deməli, təzə kim ki baxır bu video, sizə başa salıram. Bu xəttlər nə deməkdir? Bu o deməkdir ki, həmən günü mən dükana getməmişəm və ona görə belə xətt qoymuşam. 3 gündən bir çalışıram, 3 gündən bir dükana gedim və vacib olan şeylər alırım. Mütləq özümə spesik yazıram, nə almalıyam və ondan sonra gedirəm dükana. Spesik yazmasam, vacib olan şeyi almıram, unuduram. Lazımsız şeyləri alıb gətirirəm evə və yemək hazırlayanda görürəm ki, mənə lazım olan şeyi almamışam, lazımsız şeyləri gətirdim evə və təkrar düşürəm dükana, gedirəm. Həm lazımlı şey alıram və yenə də əlavə səbətə 1-2 dənə lazımsız şeylər atıram. Onda biz pulu daha çox belə xərcləyirik. Ona görə mütləq dükana gedəndə bir vərəqdə yazın nə lazımdır sizə və ondan sonra gedin dükana. Və çalışıram 3 gündən bir. 3 gündən bir gedəndə elə də rasxod böyük olmur. Əsas ayın əvvəli, misal üçün 22-sinə mən başlamışam da, ayın əvvəli gedirəm, vacib olan şeyi alıram. Ətdir, yağdır, sonra un, şəkər, makaron, belə şeyləri çox alıram ki, bir ay ərzində mən bu şeyləri almayım. Və ay ərzində əlavə baxırsan, süd məhsulları bitir, tez-tez, çörək bitir, onları düşürsən almağa və yanında başqa şeylər də alırsan. Deməli, burada 3 gün getmədim dükana. Ondan sonra getdim. Bu yəqin ki, burada nəsə yağ zad almışdım. Çünki məbləğ böyükdür. Səhərsi günü yenə təkrar getdim dükana. Çalışıram belə şeylər eləməyim. Amma arada uşaqlar həmən vaxtları oxuyurdular deyə məcbur məktəbə gedirdim. Dükanın yanından keçirdim. Yadıma düşürdü ki, filan şey almalıyam, onu da alıram.
Amma hamı evdə olanda onda mənə rahat olur. Günlərdir dükana getmirəm və 3 gündən 4 gündən bir çalışıram, onda gedirəm. Sonra 3 gün getməmişdim, yenə getdim. Bu 104 manat. Burada yəqin ki ət almışdım. Ona görə məbləğ belə çox gəldi. Sonra yenə görürsüz, hər gün dalbadal dükana yox, səhv deyirəm. Burada deməli məndə az olmuşdu da. Mən hesabladım ki, bir ay tam bura yerləşməyəcək. Ona görə ayın 4-ü getmişdim dükana. 15 manat 60 qəpik xərclədim. Sonra 5-i getmədim, 6-sını yazmışam burada. Çünki bilirdim ki, burada məndə çatmayacaq. 6-sı getmişəm, 23 manat xərclədim. 7-si, 8-i getməmişdim, 9-u getdim. Xərclədim, 10-u getmədim, 11-i. Elə bir ki, burada bir gündən, 2 gündən bir gedirdim dükana. Burada qeyd elədim və sonra hesabladım ki, çatır və qalan günləri burada əlavə elədim. Belə. Nəysə, fevralın 22-dən martın 21-nə qədər 381 manat 60 qəpik pul xərcləmişəm. Keçən ondan qabaqki aya baxanda 450 manat pul xərclədim. Baxanda burada biraz məbləğ azdı. Belə məbləği az görəndə çox sevinirəm. Yəni evə qənaət eləmişəm. Sonra benzinə 120 manat pul xərclədik. Ondan qabaqki aya baxanda burada 180 manat pul xərcləmişdik. Amma burada 120 manat. Bunu da görəndə çox sevindim. Sonra kommunala keçək. 5 manat 60 qəpik suya gəlmişdi. Keçən ay, yəni ondan qabaqki ay 7 manat gəldi və həmən ay az gəlmişdi. Buna da sevindim. 19 manat 80 qəpik işıq, həmişəki kimi, yəni 19 manatdan aşağı bizdə işıq yazmır. 27 manat internet, 65 manat qaz. Bu da məni çox sevindirdi. Çünki həmən ondan qabaqki ay 82 manat qaz gəlmişdi. Amma bu ay 65 manat gəldi. Çox sevindirir. Yavaş-yavaş qazın məbləği azalır, çünki yaya doğru gedirik, havalar artıq istidir, kombinin dərəcəni azaldırıq və ona görə burada da yavaş-yavaş azalır. Çox sevindirici bir haldır. Boş-boşuna dövlətə bu qədər pul köçürtmək, boş-boşuna deyəndə ki, işlədirik də, amma bu mənim üçün boş şeydir də, yəni biz onu özümüzə xərcləmədik. Amma yox, özümüzə də xərcləyirik də. Misal üçün, interneti özümüzə görə xərcləyir, işlədirik. Qazı özümüzə görə yandırırıq ki, isti olsun. Amma çox pul eləyir də. Misal üçün, görürsünüz, 117 manat 40 qəpik mart ayında xərclədik. Amma ondan qabaqki aya baxanda 135 manat. Burada çoxdur, burada azdır. Yavaş-yavaş azalır. İnşallah ki, 100-dən də aşağı düşəcəyik. Belə. İndi kombini tam söndürməmişik. Havalar isti olsa da həyət evində yaşayırıq. Hər 4 tərəfdən divarlarımızda, yəni qonşularımız yoxdur. Ona görə hər tərəfdən külək vurur. Ona görə tam kombini söndürə bilmirik. Amma azaltmışıq. 38-ə qoymuşuq. Bəzi qızlar deyirlər ki, bu qar yağan vaxtı bəzi qızlarda kombi xarab olmuşdu. Hamı soruşdu ki, bizdə xarab olubsa biz neynədik, hansı usta çağırdıq. Çox şükürlər ki, bizdə kombi xarab olmamışdı. Amma indi misal üçün qızların çoxsu gündüz kombini söndürürlər, amma axşam sərin olur deyə yandırırlar. Əksinə belə eləməyin. Bizə usta başa salmışdı ki, təmiz kombini söndürəndə onda o tez xarab olur. Ondansa azaldın təmiz, misal üçün 38-ə, mən 38-ə salmışam. Təmiz azaldın onu və axşamlar görürsünüz ki, biraz soyuq olur, onda qaldırın. Amma onu tam söndürüb sonra yandırmaq eləyəndə onda kombi tez xarab olur. Yəni sizə də deyim ki, belə şeylər eləməyin. Güya biz burada ekonomiya eləmək istəyirik, qənaət eləyirik, amma əslində orada hansısa bir zapçast xarab olur və usta çağırırıq. Usta da özünüz bilirsiniz, ən minimum bizdən 80 manat pul götürür və elə bil heç qənaət eləməmişik, əksinə ziyana düşmüşük. Mən yazmağı davam eləyirəm, çünki bugün aprelin 2-sidir.
mart ayının 22-sindən aprelin 22-sinə qədər inşallah salamat qalsam, mütləq sizə göstərəcəm nə qədər pul xərcləmişik. Davam edirəm, yazıram, görürsüz. Artıq neçə gündür ki yazmışam və burada belə bir kağız yapışdırdım. Çünki bu ay, keçən ay daha doğrusu sizə burada dedimi, çatmadı mənə neçə günlər belə yazmışdım. Belə mənə rahat deyil. Bura bir kağız belə yapışdırdım. Uşaqlarda tapmışam belə lazımsız bir vərəq idi. Yapışdırdım bura skoçla və qalan günləri buraya əlavə eləmişəm. Belə qatlayacağım. Mənə heç yəni mane eləmir də. Sonra buradan belə bir xətt gedəcəm 21-dən sonra. Aprelin daha doğrusu 21-dən sonra belə xətt qoyacağam və həmən ayın hesabını sizinlə birlikdə aparacağım. Kommunal hələ ki bizə yalnız su gəlib, 9 manat 80 gəlib. Bilmirəm niyə belə çox gəldi. Keçən ay 5 manat 60 qəpik gəlmişdi. Deyirəm yoldaşıma bəlkə hardasa axıntı var, hardansa su axır, bizim xəbərimiz yoxdur. Yoxlasın, baxsın. Çünki indi nə xalça yuyuram, nə pakrovalları belə, yəni əvvəl su ilə necə işlədirdimsə suyu, indi də eyni vəziyyətdə işlədirəm, amma niyə belə çox yazıb bilmirəm. Yəni hələ heç ağacları da sulamırıq. Çox maraqlıdır. Niyə belə oldu? Belə, benzinin də ki artıq məktəb başlayır. Hər gün aşağı yuxarı düşürəm deyə. Yenə benzin yəqin ki 40 manat bizə bir həftə ya 6 gündə belə bəs eləyir. Bir həftə deyəndə ki 5 gündür də dərs. 6 bazar yoldaşım maşını aparır. 5 gün mən işlədirəm maşını. İndi havalar istidir, maşını yuxarı bizə qaldırmayacağım. Biz dağın başında yaşayırıq. Yollarımız bərbaddır, pisdir, asfalt yoxdur deyə ona görə maşını aşağıda saxlayacağım. Həm sağlamlıqdır, piyada biraz gəzim, həm havalar istidir, yaxşıdır. Havada olum. Nə qədər çox maşınla gedib gəlirəm, sonra çox yoruluram. Enerjim olmur, yorğun gəlirəm evə. Amma piyada çox gəzəndə daha da enerjili oluram, aktiv oluram. Gün ərzində çox şeylər evdə eləyə bilirəm. Belə. Nəysə, bizə uğurlar. Biz hesab kitab aparmağa davam eləyək. İnşallah ki növbəti aydan böyük bir rasxodumuz olmasın və sizə bir life hack deyim. Mən əvvəl belə eləyirdim, sonra nəsə unutmuşdum. Rus dilindəki olan kanalda qız sağ olsun, o da hesab aparır mənimlə birlikdə və o yadıma saldı ki, mən əvvəl belə eləyirdim. Deməli, bir məbləğ götürürdüm. Misal üçün 450 manat götürəcəm indi və 15 gün hesab aparmayacağam. 15 gün mən pulu xərcləyəcəm. Yəni sağa sola yox da. Yenə də qənaətlə xərcləyəcəm. Nə lazımdır, vacib nədirsə onu alacağam yalnız. Lazımsız şeyləri almayacağam və 15 gündən sonra hesablayacağam əlimdə nə qədər pul qaldı. Misal üçün əlimdə 200 manat qaldı ya 150 manat qaldı. Onu böləcəm qalan 15 günümə və mənim hardasa günümə 15 manat ya 17 manat belə hardasa pul qalacaq. Çalışacağam hər gün dükana gedəndə həmən o məbləği yuxarı qalxmayım. Elə olur ki, hər gün dükana getmirəm, bir gündən bir gedirəm. Yəni məndə 2 gün dükana getməsəm 30 manat olacaq. Yəni növbəti gün getsəm 30 manatı mən xərcləyə biləcəm. Belə. Amma misal üçün oradan məndə nəsə qalanda qalığı qalırsa 450 manat götürmüşəm də opşi pulu. Həmən ay 400 manat xərcləmişəmsə əlimdə 50 manat qalır. Həmən o 50 manatı özümə xərcləyirəm. Bu mənim mükafatımdır. Ya evə nəsə alıram, ya mətbəx üçün, ya nə bilim özümə alıram. Həmən ay özümə heç bir şey almaq lazım deyilsə, öz koşlyokuma qoyuram. Mənim ayrı bir koşlyokum var. Orada ancaq mənə aid olan pul var. Ora qoyuram. Misal üçün nə vaxtsa bir də gördüm nəsə qabağıma çıxdı, maraqlı bir şey, onu almaq istəyirəm. Həmən o koşlyokdan o pulu çıxardıram və həmən şeyi alıram. Yəni o mənim mükafatımdır. Mən nə qədər çox qənaət eləsəm həmən ay, orada nə qədər pul qalır, onu hamısını özümə götürürəm. Belə, bu da mənim qazancım. Ona görə sizə də deyirəm, siz də belə eləyin. Həm adamı həvəsə salır, həm çalışırsan evdə qəşəng hamını, ailəni qəşəng yedizdirəsən, həm də ki qənaət eləyəsən.
Nəysə, davam eləyək. Mən elə burada sizinlə yavaş-yavaş sağollaşacağam. Hər birimizə uğurlar olsun. Qənaət eləyək. Lazımlı şeylər alaq. Lazımsız şeylərə pul xərcləməyək və qazandığımız pulu, yəni orada qalıq pulumuzu yalnız özümüzə xərcləyək. Hər birimizə uğurlar və növbəti vloqda görüşənədək. Hələlik.